Sizdən əvvəlkiləri çox sual vermək həlak etdi. Aha. Bu arada yani bize daha Nə deməkdir bu? Yəni o deməkdir ki, çox sual vermək olmaz, qəbahətdir, Nəyə görə? qadağandır, yoxsa bunun şərhi var. Kim bu hədisin orijinal mətni deyə bilər? De. Mən nəhayət mənə fəşlənib və mən. Necə? Mən nəhayət mənə fəşlənib. O statın özünü ver. İnnəmə əhləkəllezine فَإِنَّمَا أَهْلَكَ الَّذ۪ينَ min qablikum مِنْ قَبْلِكُمْ qablikum kəsrətu fəsadihim fəxtilafı alə ənbiya. İyi. Kəsratu Kəsratu sualihim fəxtilafı alə ənbiya. və ixtilafu alə ənbiyaihim. Buna görə bir şeydə həmin orijinal mətnə qayıdacaqsan, orijinal mətnin düzgün məna tərcüməsini və şərhini baxandan sonra hər şey aydın olur. Yəni bir alimdən sən istədiyin qədər elm üçün sual ala bilərsən. Qadağan bu deyil. Qadağan suala aydın cavab verəndən sonra həmin sualı təzədən vermək. Onu yormaq, cavabı çeynəmək, çürütmək, qıcqırtmaq, xəşil eləmək bu qadağan İslamda. Bu bir növü. Digər növü hər şey aydın olandan sonra onu təzədən qabartmaq. Misal üçün biri gəlir Amir ibn Şürəhbilin yanına, Tabi'il Cəlil, həmçinin İmam Şu'bədən rivayət olunur. Deyir, ya imam, mən ihramdayım da bu saçça. İhramdayım. Gülməyin gəldi, değil mi? Deyir ki, ihramdayım. Qaşımım gəlir. İhramdaykən qaşınmaq olar mı? Sual düzdür mü? İmam deyir ki, bəli, ihramdaykən qaşınmağa heç bir qadağa yoxdur. Cavab bitdi mi? Aydın olmayan bir şey qaldı mı? Adam təzədən sual verir. Qaşınmağın həddi nə qədərdir? Sizcə bu ikinci sualın yeri vardı? Bax, bu sual qadağandır. Sən sual verdin ki, ehramdaykən qaşınmaq icazəlidir. Cavab, bəli, icazədir. Heç bir sıxıncı, heç bir qadağı yoxdur. Sual verildi, cavab verildi, məsələ bitdi. Qurdalayır, axtarır. Nəsə qaşıyır. Və gör, imam onun payını necə verir? İmam onu ədəbləndirir. Adam soruşandır ki, ya imam, bəs bu qaşınmağın həddi nə qədərdir? Deyir, ta sümüyə çatana kimi. Nə deyir? Qaşı. Ta sümüyə görənə kimi heç qaşıya bilərsə, problemi yoxdur. Onu ədəbləndirir də, yəni onun cəzası. Biri gəldi ki, ya imam, mən deyir, dəstəmaz alıram, suyu belə götürürəm, belə salıram da, belə qəşəngcə, belə təxliyə edirəm də. Belə edirəm. Sonra təzədən edirəm. 3, 4, 5, 6, 7, nə 6, 7? 3 son həddir. 4-cü dəfə eləyən həddi aşmışlar və günaha girənlər olur. Ya imam, qorxuram ki, saqqal quru qalıb. Nə deyir? Saqqal quru qalıb. Şeyx onu bizə necə ədəbləndirir? Sən deyir, bir aftafa götür, içində suyla. Başda axşamdan, sübh əzana kimi sula, bəlkəm yaş olar. Onu elə ədəbləndirir. Yəni, bilirsiniz necə? Bəzi alimlər qədimdə, tabilərdən çox kəskin cavablı olublar. Yəni, bu cürə, sualı çürüdənlərə qarşı çox kəskin oldular. Görür ki, adam sualı xarab edir, kəskin olur. Yəni, sual verildi, cavab gəldi. Yəni, sən şəriəti məşru edəndən daha bilikli ola bilməzsən. Şəriəti məşru edən Allah, sonra da onun Rasuludur. Nədir? Qayda nədir? 3 dəfə yumaqdır, 4-cü dəfə qadağandır. Həmçinin yumaq əsnasında bir dəfə yumaq gəlib saqqallı. Qalanları ümumi gəlir. Necə gəlir? Bax, bir dəfə ümumi getdi, dəstəmaz alınlar. İkinci dəfə ümumi getdi. Bir dəfə yumaq gəlib, bir dəfə əlavə su götürürsən, ehtiyat babından belə eləyə bilərsən, eybi yox. Bildin necə? Yəni, əlavə yumaq bir dəfə gəlib, bunun 3-ün içində. Amma adətən 3-ü də ümumi gəlib. Üzrən gələndə, bax, buradan başlayırsan, axıra kimi getirsən saqqalın hündürlüyünə görə. Tamam mı? Ehtiyat babından gəlib ki, bir dəfə su götürürsən, belə altına salırsan, əlavə bir dənə oğuş ilə su və təxliyə edirsən belə. Düzdür mü? Yəni, bundan sonra adam deyir ki, mən yox, yenə də şübhəliyəm, qorxam, saqqal quru qalıb. Bax, bu cürə suallar İslamda qadağandır. O ki, qaldı hədisə, subhanallah, elhamdülillah, hədisin təsdiqi Quran-ı Kərimdədir. Bəni İsraildə bir meyit düşür. Meyitin kim tərəfindən öldürülməyi gizli qalır. Bəni İsrail ixtilafa düşür. Bu deyir ki, sizin qəbilə, o deyir sizin qəbilə, o deyir yox, siz öldürük, siz öldürmüsünüz, siz ixtilaf düşür, fitnə düşür. Və qəbilə arasında nifaq düşür. Qohum əqrabadırlar bunlar, 12 qəbilə olurlar. Musa əleyhissalama müraciət edirlər. Ey Allahın kəlim peyğəmbəri, ya kəlimullah, Rəbbindən soruş. Bu meyiti hansı qəbilə öldürüb və alaqsız kim öldürüb? Bu ilə də ixtilaf qalxsın.
Nifak getsin, herkes özünü bilsin ve cani cezalandırılsın. O da necə olur? Onu öldürən insan həmin ölünün qardaşı uşağı olur. Öz əmisini öldürür. Mirasının arkasına geçmək üçün. Və izi itirməkdən ötürü meyti şəhərdən çıxardıb şəhərin giriş qapılarının ortasına qoyur. Belələ 12 qəbilə bir-birinə dəyir. Amma deyir ki, sən heç kimi də öldürməyib. Yalnız bir nəfər öldürüb. Və fitnə düşür. Musa aleyhissalam sabahçı gün xəbər gətirir. Qalu en tezbahu baqara. Dedi ki, qala en tezbahu baqara. Yəni Allah əmr edir ki, bir dənə inək kəsin. Yəni siz sual vermişsiniz ki, Rabbindən soruş ki, bunun çarəsi nədir? Bunun cavabı nədir? Kim öldürüb? Musa aleyhissalam getdi və Allahdan xəbər gətirdi ki, Allah tələb edir ki, bir dənə inək kəsin. Bu sual verildi, cavab da gəldi. Sizdən tələb olunan inəyi kəsməkdir. Yəni siz düşünürsünüz ki, Allah Teala sizi anlamadı, haşa və kəllə. Siz özünü o qədər mi zəki, ağıllı, haşa və kəllə Allah Subhanahu Teala'dan mı daha təfəkkürlü özünüzü düşünürsünüz ki, Allah anlamadı sizin sualınızı. Qayıdıb nə deyirlər? Qal ətəttəxidunə huzva. Ey Musa, sən bizi araya qoymuşsan, doluyursan bizi, zarafat edirsən bizdən, məzələnirsən bizdən. Qalə əuzu billahi ən əkunə minəl cahil. Musa aleyhisselam nə deyir? Mən Allaha sığınıram cahillərdən olmağa. Siz sual verdiniz, ged Rəbbinə deyən ki, bizə bu məsələyə çarə qılsın. Cani kimdir? Bəlli eləsin. Öldürən kimdir? Hansı qəbilə və kim? Allah da cavabını deyir ki, bir dənə iynə kəsmək tələb olunur. Bu sual, bu da cavabdır. Cavabına nə deyirlər? Sən bizi doluyursan, sən bizdən məzələnirsən, biz səndən nə soruşuruq, sən bizdən nə tələb edirsən? Tələb elə mən deyiləm. Siz kimdən tələb eləmişsiniz? O da. Bax, bu suallar onları həlak elədi. Şübhə, şək, tərəddüd, sualın cavabını qəbul eləmirəm, xoşum gəlmir, istəmirəm, mən başqa cavab istəyirəm. Şeyx, sual vermək olar, bizdən nə çoxdur belə? Buyur qardaş. Şeyx, əslində mən sualın cavabını bilirəm. Bilirəm, bu məsələdə yenə cavab nədir? Mən bilirəm ki, haramdır. Maraq üçün zəng elədim, soruşum, dəqiqləşdireyim, həm də qardaşlarım səni dinləyir. Sualın cavabı tam əksinə çıxır. Qardaş, hardan haram oldu? Bu halaldır. İcazəlidir, dəlildir budur. Adam şoka düşür. Sonra başlayır münaqişə eləməyə, özünü bəraətə çıxartmaqdan ötürü halalı haramlaşdırmaq istəyir. Və dava gedir. Deyirəm, qardaş, məsələni sən əsla bilmirsən. Bu məsələdə cavab icazəlidir, halaldır, dəlillərdir bunlar. Sağ ol, adını verir. Başqa birisi zəng girir. Şeyx, sual vermək istəyirəm. Buyur, nədir sualın? Deyir, şeyx, mən belə filan şey, filan. Bilirəm, bu yəni şeydir, belə, elə. Deyirsən, narahat olma, vəziyyət yaxşıdır, belə deyil, elədir, gözün aydın olsun, tam əksinə də elədir. Allah sənə Firdevs-ül Ə'lə versin. Allah səni 72 huri ilə evləndirsin. Allah səndən razı olsun. Ay, belə, elə, dualar qutarmır, sağ ol. Əmin. Əmin. Allah razı olsun. Adı versən. Başqası zəng gelir. Şeyx, filan şey nədir? Ümidlə ki, o istədiyin cavabını alacaq. Yox, olmaz, icazəlidir. Şeyx, belə bəs olmaz. Şeyx, axı olmaz. Sağ ol. Deməli, bunlara uyğun cavab gələndə, bunlara bir müjdə cavab gələndə Firdevs-ül Ə'lə, 72 hürün, Allah səndən dua qutarmır. Bunların xoşuna gəlməyən cavab gələndə nə deyir? Sağ ol. Bax, bu cürə şeylər bizdən öncəki ümmətləri həlak edib. Onlar elə bil ki, həmçinin Allah Nəbisi sallallahu aleyhi ve sellem hədd tətbiq eləyəndə dedilər ki, ya Rasulullah, bu xanımın adı Fatimədir. Bənu Məxzum qəbiləsindəndir. Ona hədd tətbiq eləmək olmaz. Çünki şərif bir qəbilədəndir. Gəl bunu yola verək, bu söhbət bağlansın. O qadın da neyinirdi? O qadın oğurluqda ittiham olmuşdu, əli kəsilməlidir. Və çox şərif bir qəbilənin qızıdır. Çox hörmətli ailənin qızıdır, çox həddindən artıq nüfuzlu. O qəbilə ən yuxarı qəbilələrdən biridir, Məxzum qəbiləsi. Bu haqda mənim dərsim var, hətta o qəbilədən kimlər çıxıb? Böyük daha insanlar çıxıb. Qureyşin ən hörmətli qəbilələrindəndir. Deyir, ya Resulallah ki, bunu hədd tətbiq eləməyək, yola verək zat. O da necə olurdu? Qadına qızıl gətirdilər, göstərirdilər. Qadın qızılları götürürdü, istifadə edirdi, geyinirdi, ehtiyacını görürdü,
və sonra onların bir qismini qaytardı, bir qismini də itib deyirdi. Peyğəmbərimiz salsam ona oğurluq həddi tətbiq elədi. Oğurluq növlərindəndir bu. Birbaşa deyil, amma belədir də. Amma oğurluqdur. Və dedi, əli kəsilməlidir. Dedilər, ya Rasulullah, qalxdı qəzəbli bir halda insanları topladı və xütbə verdi. Dedi, nə olub ki bu insanlara? Nə olub bu insanlara, bəzi insanlara? Onlara bir şey əmr olunanda, qadağ ediləndə, sizdən öncəkilər də elə eləyərdilər. Yəni, həddi şərif olan insanlara tətbiq eləməzdilər, Yahudi və Xristiyanlar. Yalnız kasıblara tətbiq edərdilər. Şərif olan insanlardan yan keçərdilər. Nə edam var idi onlara, şərif olan insanlar, nə cəza, nə tədbir. And olsun Muhammedin canı əlində olana. Qızım Fatimə uğraşsa da əlini kəstirəcəkdim. Yəni o Fatimə məxzumdur. Bu da Fatimə binti Muhammed birbaşa Qureyşin ağasıdır. Vallahi Muhammedin qızı Fatimə eləsəydi əlini kəsəcəkdim. Və sonra bu hədisin həmin hissəsi orada da gəlir. Sizdən öncəkiləri də bu şeylər həlak elədi. Onlar zəiflərə tətbiq edərdilər hüdudları, varlılara tətbiq etməzlər, yan keçərdilər. Həmin o hekayə qaydırıq Bəni İsrail qıssasında. Musa Aleyhisselam nə dedi? Allah sizdən bir inəyin kəsilməsini tələb edir. Birinci cavab oldu ki, siz, ay Musa, sən bizdən məzələnirsən. Qalu ətəttəxidunə huzva. Qalə əuzu billahi ən əkunə minəl cahilin. Cahillərdən olmaqdan Allah sıram. Onda elə çıxır ki, yaxşı de, Rəbbin necə bir inə istəyir, onu bizə bir vəsf verəsən. Amma sənə deyən lazımdır, necə bir inə istəyir, onu bizə vəsf verəsən. Sənə dedilər ki, inəykən söhbət başlandı. Bax, bu cürə suallar onları həlak elədi. Onlar yükləndilər. Allah da onları qəzəbləndi və dedi ki, onlara dinən ki, elə bir inək olsun ki, tarlanın bir tərəfinə toxat atsın, geri qayıtmasın. Çətinləşdirdi. Nə zaman ki, onlar çətinləşdirdilər, Allah da onları çətinləşdirdi. Halbuki nə tələb olunurdu? Birinci məsələ nə idi? Bir dənə inək. Nə dedilər? Yaxşı, get Rəbbinin yanına təzdən gəl. Dinə ki, necə bir inək olsun? Sən deyən lazım, necə bir inək olsun? Özün nə yüklüyürsən? Bax, bizdə də bu şeylər var bizim ümmətdə. Adam alimə gəlir, alim cavab verir, cavabı nenir, dərinə girir və çətinləşdirir, daha da körlür və sonra elə yüklənir, həlak olur gedir. Qad səələ qavmin min qablikum fəasbahu bihə kafirin. Sizdən öncəki qövmlər gücləri çatmadığı, bacarmadığı bir şeylər haqqında o qədər soru verdilər ki, ta ki həlak oldular. Olmaz bunu eləməyə. Sonra Musa Aleyhisselam qaydanda deyirlər, ya Musa, get Rəbbinə dinə ki, daha necə bir keyfiyyətləri olsun o inəyin. Sizin işiniz gücü yoxdur. Siz özü nəyə yüklüyürsünüz? Dedilər, inəyi kəs qutar. Cavab gəldi, Allah Teala onları çətinləşdirir hər dəfə. İnək nədir? Boğaz olmasın, heç və balalamayan olsun, bakir olsun, tamamilə. Üstəlik tarlanı bir tərəfə şumlayanda geri qayıtmasın. Lap yükləndilər. İndi stop elində, dayanında, lap dərini harı, yenə yaxşı rəngi nətər olsun? İndi rəngini soruşurlar. Bax, bu cürə sual insanları həlak edir. Hara gelsən dərinə, hara çətinləşdirsən özünə. Yəni, Allah asanlaşdırır, bunlar çətinləşdirirlər. Bunu bəzi hava əhlində görərsən. Bəzi hava əhlində görərsən. Görərsən ki, Allah şəriətdə nəyisə asanlaşdırır, bunlar çətinləşdirirlər. Bir şey şəriətdə asandır, bunlar onu istəmirlər, çətinləşdirirlər. Bax, həmin məsələ bənzəyir. Soruşurlar, həmin misala qaydaq, Bəni İsrail hekayəsinə. Allah Teala dedi ki, sarı olsun. Sarı, yəni o aranj bir növü var, bir dənə sarı. O qədər gözəl olsun ki, baxanların gözünə xoş olsun. O heyvanlar da adətən rəngli olurlar. Ağdan sarı çil olur da. Üstündə ağ ləkələr, ağ xallar, qara ləkələr. Yəni 100% sarı çox nadir cinsdir. Demək olur ki, yoxdur. Deyir ki, necə sarı olsun? Allah Teala onları gəzər. Deyir ki, elə sarı olsun ki, sarıdan başqa heç nə olmasın. Başdan ayağa sarı olsun. Nə ağ ləkəsi olsun, nə qara xalı olsun. Hamısı sarı olsun. Təsürrün nazirin. Baxanlar onun rənginin, bütün rənginin gözəlliyindən heyran olsunlar. Bunlar görəndə ki, bunlar çox dərinə girdilər. Artıq həlak olacaqlar. Qurbanı kəsməsələr, nə olacaqlar? Həlak olacaqlar. Allah onları qəzəblənəcək. Qurban kəsə bilmirlər.
Özləri də bilirlər ki, qurbanın səbəbi onların sualının cavabının nəticəsi idi əslində. Nə deyirlər? Ey Musa, deyir, inşallah biz düz yol tapanlardan olaraq. Elə ki, inşallah dedi, Allah talan qəzəb onlara belə söndü. Allah nəsib elədi. Onlar deyilənə görə başladılar o inəyi axtarma hər yanda. Ta ki, gəldilər bir meşədə bir yetim gənc gördülər. Gördülər ki, həmin inək ondadır. Tarlanın bir tərəfinə gedir, qayıtmır. Bakirdə heç vaxt boğaz olmaz, heç vaxt balaya qalmayıb. İnək sapsarıdır. O qədər gözəldir ki, sarıdan başqa rəngi yoxdur. Nə ağ xalı var, nə qara xalı. Bundan başqa inək, o insandan başqa heç kimdə yoxdur. Dedilər, bu inəyi bizə satmalısın. Deyir, heç vaxt. Sən lazım idi. Çətinləşdirdilər özdə. Allah da onlara çətinləşdirdi. Yox, heç satmalısan, satmayacağım. İstədiyim məbləğə satmıram. Bu mənim yeganə vərəsəmdir. Tərikə. Sonra yalvarırlar ki, qurban olum. Sən bunu satmazsan, biz Bəni İsrail, sən qarşı, hamımız həlak olacaq. Biz işə düşmüşük ki, sat bunu. Dedi, yox, istədiyim məbləği. Və qiymət artaraq gedir, bu razı olmur. Axırda oğlan onlardan intiqam alır. Deyir, bu mənim yeganə vərəsəmdir. Hər şeyim budur da. Burada mənim südüm, yağım, burada mənim çörəyim, hər şeyim buradan çıxır da. Bunu satsam olacam heç nə. Bunu gərəm mən elə şeyə satım ki, o mənim həyatım sonuna kimi bəs eləyər. Dir razıyıq, tək ki onu sat. İndi peşmandılar. Tək ki bu qurbanı alsınlar, kəsinlər ki, Allah təala bunları lənətlənməsin. Həlak olub bir dəfəli getməsinlər. Və bu cürə suallar vermək qadağandır. Yəni səndən tələb olmayan şeylər tələb edirsən. Şəriət bu şeyi sənə istəməyib istəyirsən. Şəriət bu şeyi sənə mükəlləf eləməyib mükəlləf edirsən. Şəriət deyir ki, icazə verirəm. Burada ümgüldür, yox, istəmirəm, çətin olsun. Bu cürə şeylər qadağandır. Axırda olan nə deyir olar bilsənmi? Tərəzi gətirin, inəyi tərəziyə qaldırın. Çəkisi qədər qızıl verəcəksiniz. Məcbur olurlar, bütün bəni qızıllarını yığır, bütün bəni İsrail qızıllarını yığır, inəyin çəkisi qədər qızıl verirlər, inəyi alırlar. Nə var, inəyi sadəcə kəsəcəklər ha. Tək ki, Allahın qəzəbindən qurtalsınlar. Məsələ şib yəni. İşi körlüyüblər. Və elhamdülillah, bu hekayə Quran-ı Kərimin Əl-Bəqara surəsindədir, bilirsiniz. Və Əl-Bəqara surəsi məhz buna görə surə bu isimlə adlanmışdır. Çünki ən böyük hadisə orada odur. Bu hadisənin nə əlaqəsi var ən böyük əzəməti hadisə ilə? Allah Teala istisna bir hal edib bu. Bəni İsraildə heç bir ümmətdə belə şey demək olar ki, olmayıb. Hətta bizim ümmətdə demək olar ki, yoxdur belə bir şey. Deməli, nadir bir hal olur. Bunlar gəlirlər, heyvanı uzandırırlar, kəsirlər, ətini doğrayırlar və Musa aleyhissalam gəlir. Meyti gətirir, meyti gətirirlər. Musa aleyhissalam ətin parçasını götürür, Bismillah, Allahu Akbar. Meyitə vurmaqla meyit dirilir və ayağa qalxır. Qalxır, insanlara diqqətlə baxır, öz qardaşı oğlunu tanıyır və deyir ki, məni bu öldürdü və təzdə meyit düşür. Yəni, əslində bütün sualların cavabı elə buydu. İynək kəsin və sizə aydın olacaq. Hara dərinə girsən, ne üçün, necə, hansı rəng, necə olsun, necə keyfiyyətli olsun. Sənə deyirlər, iynək kəs. Bunu siz övladla ata arasında da görsən. Atası deyir ki, oğlum, get filan şeyi gətir. Ata, mənə elə gəldi, sənə nə dedim, ay kişi? Get filan şeyi gətir. Mənə elə gəldiyini özünə saxla. O bizdə var, yəni sənə tələb olmayan şeyə yüklüyürsən, görürsən, mən elə bildim, sən ola bilsin ki, qardaş, dedim, get, yalnız filan şeyi gətir. Ona görə siz Peyğəmbər sallallahu aleyhi ve sellem simasında, onun ashabında son dərəcə dəqiq olmağı hiss edərsiniz. Onlara nə deyildirsə, yalnız olardı, qırağa çıxmazdılar belə. Yəni, həyat onda hasanlaşır. Həyat mükəmməl olur. Yəni, bu cürə suallar, yəni, soruşulmayan suallar, şəriətin səndən tələb etmədiyi şeylərlə özünə mükəlləf eləyəndə beləcə nə olur? Həlak olursan. Həlak olursan. Və bu misalları çoxdur. Həyatı boyu bu sizin qarşınıza çıxacaq. Görəcəksin ki, Allah Teala bunu halal eləyib, icazə verib, amma sənin nəfsin deyir ki, yox, mən bunu özümə haram eləyim. Haram eləyirsən, qardaş. Ha vaxtdan şə'ril həkim sən oldun. Şə'ril həkim odur, subhanahu teala, şəriət hökm verən. Sən halal eləyib, məsələ qutardı. Bu qədər. Hədə və sallallahu aleyhi və səlləm alə nəbiyyinə Muhammed və alə əleyhi səhbə ecmain.